Salam hörmətli izləyicilər, hamınızı xoş gördük. Sizə bir dənə qəşəng təklifim var. 32 sot yarımın içində obyektimiz çıxır satdığa. Təqdimata başlayıq. Axıra kimi izləyin videonu. Gedək giriş qapısından başlayaq. Getdik. Mən istəyirdim qapının ağzına gedək. Amma operator dedi ki, bir dənə bu kotejləri çək görsət. Sonra qaydaq giriş hissəsinə. Əslində burada parkovka yeridir əslində. Yəni burada da avtomobili saxlaya bilərsiniz. Amma neçə avtomobil saydın? 16 dənə bura çıxarır. Gəl. 60 dənə də 16 dənə avtomobilimizi bax burada 16 avtomobil burada saxlamaq imkanı var. 16 dənə buradadır. Bax hasarı görürsünüz hörmətli izləyicilər. Ev demə həyətə, bu obyektin həyətə. 3 yerdən girişi var. 1, 2, biri də o başladı. Bax bu hissədə də hasarın o tərəfində bir 60 dənə avtomobil saxlamaq imkanı var. Yerləşmə yeri bir də nəzərinizə çatdırım. Qala Şuvalan yolu. 32 sot yarım. Sənədi qaydasındadır. 2 dənə çıxarışı var. Bura 8 sot yarımdır. 24 sot da obyektimizdir. Bura ofisdir. Ofisimiz, bura qazanxanadır. Tam şəraitdir. İndi sizə kotejləri də göstərəcəm. Qiymətini aşağıdan, videonun aşağı hissəsindən qeyd edəcəm. Bəyan işarəsini vurmağı unutmayın. Gəl. Gəl. Burada deməli sanuzildir, ayrı-ayrılıqda. Hamamı, sanuzili, jenski, muşkoy. 8 dənə kotejimiz var. Deməli, bir dənə böyük kotejə baxacaq, bir dənə də balaca. Sauna, sana baş salacağım. Bura restorandır. Kotejlərimiz 2 otaqlıdır. Bir dənəsini sizə göstərəcəm. 1, 2, 2, 3, 4, 5, 6, 7. 7 dənə kotejli 2 otaqlıdır. Çarpayları zaten hamısı hazır. Tərtəmiz çiçək kimidir. Həyəti, yəni investisiya eləmək üçün əla bir şansdır. Bəli, restoran budur. Sol tərəfdə restorandır. Bu da kotejlərdir. Yəni biznes deyirsiniz, bu da sizə biznes. Qiymət də münasib qiymətdir. Yəni şişirtmə qiymət deyil. Burada da bax, 3-cü qapı bax burada yerləşir. 3-cü qapımız burada yerləşir. Neyniyək? Bir restoran göstərək. Gəl. Gəl bir dənə restoran göstərək. Sonra gedək o tərəfı da göstərək. Restoranda bir dənə bir... Gəl bura. Balaca belə bir xudmani restoran. Gördüyünüz hər şeydə qalacaqdır. Yəni hər şey burada var. Muzikalni sentrdir. Bax bunu demək istəyirdim. Bu indi 72-ci ilin magnitofonudur. İndi belə magnitofon var. Muzikalni sentr. Bura mətbəximizdir. Buranın ışığını tapa bilmədim. Bir dəqiqə. Buradandır. Manqalxanamız, ət çəkəniz adı yanı hamısı qaydasındadır. Burada kladovkadır. Getdik, stop pauza ilə gedək. Vaxt itirməyək. 50 dənə pasad içində yer var. 50 nəfər otura bilər. Yəni belə də normaldir. Sıx otursanız bir 60 nəfər də otura bilər. Gözəlliyi görsə, gəldik bura çəkilişə. Oturur da bir samovar çayda içdik. Elə durub şəhərə getmək istəmir yatsır. Qapını göstərdin də. Kotejin deməli, bura lap böyüyüdür. Burada sauna stadı var, hər şey var. Bura bir dənə 2 otaqlığını göstərəcəm sizə. Çarpayısız adı, kondisioneri, split kondisioneri, hər şey mövcuddur. İndi özünüz də onun şahidi olacaksınız. Deməli, 24 sot bura, 8 sot yarımda qabaq hissəni. Yəni ayrı-ayrılıqda satılmır, bəri başdan deyirəm. İkisi bir yerdə 32 sot yarım eləyir. Ümumi satılır, opşi. Buyur. Bax, belə səliqəli remontdur. Çarpayları, şifaneri, hamam sanuzili, vannası.
Burada da belə 3 dənə çarpayı, 3 çarpayı 5 nəfərlikdir. 5 nəfərlikdir. Gedin indi o 7 nəfərliyi göstərin, bir də salonla göstərək. Getdik. Deməli, bu 2 otaqlı, indi buna baxaq. Bura dincəlmək üçündür. Dincəlmək otağıdır, hə. Predbannik deyirlər buna rus dilində. Bura saunasıdır. Bura sanuzeldir. Burada 4, 3, 7 çarpayı və şifoneri. Bunu çək görsən. Buranın da kondisioneri zadı, hamısı. Yəni nə varsa hamısı gör. Kafejdə. Hamısı için, yəni nəsə çatmasa. Bir dənə böyük kafej. Bəli, bəli. 5 otaq, hə. 7 kotej, bu ilə bir yerdə 8, ofis 9 və restoranımız 10. İndi ola bilər bəzi əşyalar nəsə belə götürürsün, amma 99% şey qalacaq. İndi özünə, hə, nə bir şey özünə lazım olan şeylərdir, yəni götürsün. Buranı görsədək. Bura verandamızdır. Bura filtrli hovuzdur. Bura bisetka filtrli hovuz. Burada dincəlmə yeridir. Burada su anbarıdır bunun altı. Bir dənə də balaca orada belə bir xudmani pivnoy var. Baseyn oradadır. Yəni ehtiyac yoxdur çəkib göstərmə. Yəni deyirəm ki, yəni varıdır. Hər bir şəraiti var. Hörmətli, hamısını göstərdim sizə. Bir dənə bəyən işarəsini basın. Kimsə istəyirsə, video roliki göndərin. Tanış, qohum, əqrəbə, nə bilim, xaricdə yaşayan və s. və ilaxır. İnvestisiya eləmək istəyirsə, buyursun. Bax, belə bir obyekt çəkdim, göstərdim sizə. Düz yol kənarında, sakit. Yəni, buranın ailəvi, məsəl üçün, restoran eləyib işlətmək olar. Gördünüz də hər bir şəraiti hamısında qaydasındadır. Kim alsa Allah xeyir versin. 070 858 31 44. Sağ olun.